Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə dəftərik proqnozlarla sizin qarşınızdayıq. 30 mart 5 aprel aralığında nələr olacaq o barədə sizə məlumat verəcəyik. İlk öncə bildim ki, hər dəfə deyirik sakitçilik olacaq, sülh olacaq, görsən daha da qızışır. Gəlin bu dəfə də tərsini deyək, bəlkə tərsini oldu ki, bu həftə hərbi qarşıdurmaların pik həddidir, xüsusən də 2-3 aprel. Belə deyək, mən adətən demirəm elə şeyləri, daha çox sülhə çağırış edirəm. Amma görsən tərsin olur, insanlarımız da, izləyicilərimiz də biraz yalan kimi bunu qəbul edirlər. İndi bu dəfə belə deyirik, ümid eləyək ki, bizim dediyimiz bu da tərsinə çıxar və gələn həftə sülh olar, müharibələr dayanar. Ayrı-ayrı zodiak işarələrinin proqnozları da belədir. Qoç bürcü. Bürcünüzün romantikaya olan hədsiz həvəsi çox güman ki, bu həftə təmin olunacaq. Çünki aprelin 2-sindən etibarən maraqlı səfərlər, əsrarəngiz istirahət və münasibətlərdə müsbət dönüş yolunuzu gözləyir. Hansısa xoşa gəlməzliyin baş verəcəyinə inanmayın. Biraz səmimi olun. Dünyamızı, insanları daha çox sevin. Üstəlik də indi sizin bürcünüzün hakim dövrüdür. Hamıdan güclü, şanslı və enerjilisiniz. Buğa bürcü. Kifayət qədər təzadlı ərəfədir. Hər addım ölçüb biçməyə çalışın. Mövqeyinizə zid hərəkətlərə yol verməyin. Qəribə də olsa astrolojik göstəricilər ayın 4-dən etibarən kiməsə güzəştə getməyi məsləhət görmür. Passivlik müstəvisində olan ailə sevgi münasibətlərinə isə yenidən baxın. Əsəblərinizin müalicə olunması üçün, ümumiyyətlə, bugün diyetaya, sanki oruç tutulmuş kimi, diyetaya bu həftə xidmət eləsəz, riayət eləsəz, yaxşı olar. Bəzi şeylər var, bundan keçir. Əkizlər bürcü. Bütün işlərinizin qaydasında gedəcəyini bildirən göy qüvvəsi kiməsə yalan vəd verməyinizin əleyhinədir. Odur ki, bacarmadığınız işin qulpundan yapışmamalısınız. Əsəbi vaxtlarınızda mənzərəli güşələrdə, təbiət qoynunda sakitləşməyə çalışın. Aprelin 1-də və 3-də sürprizlərin şahidi olacaqsınız və çox güman ki, bu deməli, aprelin sonuna qədər sizə xoş ovqat verəcək. Xərçəng bürcü. Qarşınızda kifayət qədər mistik bir həftə durur. Ola bilsin ki, anlaşılmaz hadisələrlə, qəribə yuxularla rastlaşasınız. Əgər bunun qarşısını almaq istəyirsinizsə, dua və ibadətlərinizin, müqəddəs yerlərə ziyarətlərinizin sayını artırmalısınız. Aprelin 4-də maraqlı bir sövdələşmədə iştirakınız da gözlənilir. Amma bütün hallarda təşəbbüskarlığı əlinizdən buraxmayın. Şir bürcü. Həftənin ümumi mənzərəsi ürəyinizcə olacaq. Artıq daxili süslüyünüz və fəaliyyətlə bağlı gərginliyiniz arxada qalacaq. Ətrafınıza yığışan yeni dost tanışlar isə qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə sizə yardımcı olacaqlar. Astroloji göstəricilər istənilən uzaq səfəri təxirə salmağınızı məsləhət görür. Aprelin 3-də isə mübahisələrdən yayının. Qız bürcü. Ehtiyatlı olun. Səhhətinizlə bağlı xoşa gəlməzliklər baş verə bilər. Xüsusən də aprelin 1-də və 4-də özünüzü maksimum qorumalı, əsəblərinizi cilovlamalı, qidanıza fikir verməlisiniz. Özdə ciddi şəkildə fikir verməlisiniz. Bazar günü taleyinizdə müsbət dönüş yaratmaq şansınız olduğundan həmin gün boş oturmayın. Bu həftə istənilən səfəri də təxirə salsanız yaxşıdır. Tərəzi bürcü. Belə bir el sözü var, nə ətli, nə balıq. Bax, bu misalı indiki durumunuza aid eləsək, heç də yanılmarıq. Çünki çəkdiyiniz əziyyətlər hədər gedir. Lakin inanmadığınız istiqamətdən yaranmış boşluğu dolduranlar da tapılır. İndi sizə mübahisələrə girişmək, böyük və müəmmalı məsələlər barədə müzakirələr aparmaq yolu verilməzdir. Yaxşısı budur ki, adi işlərin həlli ilə məşğul olasınız. Ayın ikisində varlanma ehtimalınız var. Əqrəb bürcü. Aprelin gəlişi hamıdan çox sizi sevindirməlidir. Çünki enerji sərf etdiyiniz istənilən sahədə uğurlar sizi tərk etməyəcək. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq. Ailə sevgi münasibətlərində də uğurlarınız artacaq. Sizə verilən sirlərə xəyanət etməyin. Ayın ikisində isə mübahisələrdən qaçın. Oxatan bürcü. Yaxşı olar ki, əsas diqqətinizi maliyyə məsələlərinə yönəldəsiniz. Özünüz də bilməlisiniz ki, daha doğrusu özünüz də bilirsiniz ki, sizin qlobal işləriniz pulsuz keçmir. Bu səbəbdən də kiməsə borc vermək fikrinə də düşməyin. Ulduzlar başqalarının şəxsi işlərinə müdaxilə etməyinizin əleyhinədir.
Bu yoldan çəkinsəniz, həftə boyu şad-xürrəm yaşayacaqsınız. Daşınmaz əmlak satqısını isə belə bir planınız varsa təxirə salın. Oğlaq bürcü. Bütün vacib işlərinizi ayın 2-sinə qədər tamamlamağa çalışın. Əmin olun ki, həmin qısa vaxtda qarşınızda duran vəzifələrin əksəriyyətini həyata keçirə biləcəksiniz. Sonraki günlərdə isə istənilən riskli və yeni işlərdən imtina etməli, bələd olmadığınız adamlarla ciddi məsələləri həll etməyə tələsməməlisiniz. Bazar günü bacardığınız qədər savadlarınızın sayını artırın. Su tökən bürcü. Əgər aprelin bu həftəsindən, yəni aprelə keçən, yəni bu ərəfəsindən zövq alıb rahatlanmaq istəyirsinizsə, bacardığınız qədər evdə az olun. Bununla siz stres və ağrılarınızı aradan qaldıra, enerjinizi daha da saflaşdıra bilərsiniz. Ailə sevgi məsələlərində xırdaçılığa yer verməyin. Onsuz da dünyanın nə tam şəkildə dərk edən, nə də ona bütünlükdə sülh gətirən olmayıb. Siz də dərinliklərə varmayın. Balıqlar bürcü. Özünüzü gərginliyə salmayın. Uzun uzadı kiməsə, nəysə izah etmək enerji itkinizdən savayı bir şey olmayacaq. Ona görə də bu sizə də diyeta, Qoç bürcündə dediyim kimi diyeta saxlamaq lazımdır. Ola bilər oruç tutan sonra mədəniz yüklənib, mədə həssaslığı var, yəni sizdə mədənizdə həssaslıq, qida rejimi sizdə problem yarada bilər. Buna riayət edin. Ulduzlar uzaq yola çıxmağınızın da əleyhinədir. Yaxşı olar ki, səyyar işlərdən də aralanasınız. Martın 31-də aldığınız işgüzar təkliflərə razılıq verin. Amma öz məsuliyyətinizi də dərk edin. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.